Hazırda qarşımızda Chopin'in bir nömrəli sol minor balladasıdır, müəllimələr. Burada musiqi tarixində ilk dəfə olaraq dominant sekund akord sekstalı akordu bizi qarşılayır və tonikaya həll yola tapır. Yəni, misal üçün, siz əgər diqqət etsəz görərsiniz ki, səslər necədir? Do, re, fa, diez, si bemol, la, sol. Əslində səsləri bir araya gətirsəniz, do, re, fa, diez, si bemol. Bu necə bir akorddur? Normalda dominant septakord nədir sol minor üçün? Re, fa, diez, la, do. Amma sekstalı olduğu ki, kvintanı ləğv edirsiniz. Yəni, la-nı ləğv edirsiniz. Onun yerinə onun sekstasını, si bemol götürürsünüz. Ona görə də do, re, fa, diez, si bemol. Sonra seksta kvintiyə düşür. Olur dominant sekund akord. Və o da gəlir tonika sekst akorduna həll olur. İndi gəlin misal üçün qulaq alsaq. Largo. Əslində burada girişdən sonra təqdim olunan əsas partiyadır. Hal-hazırda moderatada gözümüzün qarşısında canlanan müəllimələr. Və burada görürsünüz ki, əsas partiya özü də lirikdir. Köməkçi partiya da lirik olacaq. Sol minor tonalığında əsas partiya verilir və burada musiqi tarixində xüsusi bir yenilik var. Dominant sekund akord sekstalı verilir. Normalda tonalığımız sol minordur. Sol minorda dominant septakord nədir? Re, fa, diez, la, do. Amma əgər sekst akordu biz əvəz etsək kvinta ilə, onda dominant septakord sekstalı yaranar. Necə? Misal üçün, dominant septakord re, fa, diez, la, do'dur. Oradakı la'nı ixtisar edirəm. Onun əvəzdə özündən bir dənə sonra gələn tonallığın 3-cü pili olsa si bemol götürürəm. Olur re, fa, diez, si bemol, do. Sekund akordda isə do, re, fa, diez, si bemol. Sekst akordu verir və sekstanı kvintaya həll edib tonikaya çatdırır. Biz dominant septakord sekstanı başa düşmək istəyiriksə, birinci sol minorda dominant septakordu qururuq. Re, fa, diez, la, do'dur. Sonra sekstalı olanda həmin bu la'nı ixtisar edirik. Onun əvəzinə digər bütün səslər qalır. Onun əvəzinə la'dan sonra gələn si bemolü veririk və do'nu. Nə olur? 5-ci pilləni ixtisar olur, 5-ci pillə yerinə seksta. Yəni, kvint əvəzinə seksta verir. Bir dənə yuxarısı. Bu da normalda sol minor üçün 3-cü pillə sayılır sekstası. Həll edəndə isə seksta kvintiyə düşür. Olur re, fa, diez, la, do. Və həll olunarkən yenə də dominant septakorddur. Si bemol, sol, sol, sol. Dominant sekund akordu üçün isə do, re, fa, diez, si bemol. Və həll olanda do, re, fa, diez, la və tonika sekst akordu si bemol, re, sol, sol.